Salam əziz 4-cü sinif şagirdləri və kanalımızın izləyiciləri. Söz verdiyimiz kimi yekun monitorinq imtahanlarında izahlarımızı davam etdiririk. Bugün sizlərlə birlikdə yekun monitorinq 6-ya baxacağıq. Burada bizi Dəmir Yumruq və Xarı Bülbül mətni qarşılayır. 1-ci və 15-ci suallar bu mətnlə bağlıdır. Mən izaha keçməzdən öncə siz videonu bəyənməyi, kanala abunə olmağı, video ilə bağlı olan fikirlərinizi şərh bölməsinə qeyd etməyi unutmayın. Həmçinin videolarımızı paylaşaraq həm bizə dəstək ola bilərsiniz, həm də bu tipli videoların daha çox 4-cü sinif şagirdinə çatmasına səbəb ola bilərsiniz. Elə isə gəlin keçək izahımıza. Deyir, Dəmir Yumruq ifadəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2020-ci ildə Qarabağ müharibəsi dövründəki çıxışları zamanı istifadə etdiyi simvolik ifadədir. Bu ifadə Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını geri alması üçün həyata keçirdiyi əks-hücum əməliyyatlarını və Azərbaycan Silahlı Qüvvələrinin gücünü ifadə edir. Dəmir Yumruq ifadəsi Azərbaycanın əzmkarlığını, gücünü və haqq mübarizəsində qalib gəlmək əzmini simvolizə etdi. Dəmir Yumruq həm də Azərbaycan xalqının və ordusunun birliyini ifadə edir. Prezident Əliyev tez-tez bu birliyi vurğulayaraq Azərbaycanın birliyini və gücünü dəmir yumruq kimi hər zaman hazır olduğunu söyləmişdi. 2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində dəmir yumruq abidəsi qoyulmuşdur müharibədən sonra. Şuşa dağlarında Xarı Bülbül adlanan qeyri-adi bir gül yetişir. Gülə bu adı bülbülə bənzədiyinə görə veriblər. Xar sözü isə tikan mənasını verir, yəni tikanlı bülbül. Xarı bülbülün digər adı Qafqazda qaş səhləbidir. Xarı bülbül yer kürəsində yalnız Qarabağda, xüsusilə Şuşada bitir. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül təbiətin ən böyük möcüzələrindən biridir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhali bu gülə hər zaman xüsusi münasibət bəsləyib. Xarı bülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Xarı bülbülün təsvirinə Azərbaycan xalçalarında da rast gəlmək mümkündür. Xarı bülbüldən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir. Bunlarla bağlı suallarımız olacaq. Xarı bülbülün gövdəsinin uzunluğu 60-70 sm çatır. Kökü kartof bitkisinin kökünə oxşayır. Üstündə 5-7 çiçəyi olur. Çiçəklərin açılması da gülün özü kimi qəribədir. Hər gün alt hissəsindən başlayaraq onun bir çiçəyi açır. Hamısı açılandan sonra həmin ardıcıllıqla gündə biri solur. Çiçəyin üstündə xar və bülbül var, yəni tikan və bülbülün işarəsi var da, belə deyək. El arasında onun haqqında geniş yayılmış rəvayət və əfsanələr də mövcuddur. Xarı bülbül öz doğma vətənindən, torpağından başqa heç yerdə bitmir. Ona görə də adına neçə-neçə mahnılar qoşulan bu nadir təbiət incisi Şuşa təbiətinin simvoluna çevrilmişdir. Onun adı ilə musiqi festivalı da keçirilmişdir. Bəli, keçən il keçirildi. Dəmir yumruq ifadəsi kimə aiddir? Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə aiddir. Dəmir yumruq ifadəsi nəyi simvolizə edir? Ölkəmizin gücünü simvolizə edir. Gəlin bunları da vuraq. Aha. 3-cü suala baxaq. Hansı rayonu Hadrut qəsəbəsində dəmir yumruq abidəsi qoyulub? 2021-ci ildə Xocavənd rayonunda. 4-cü suala baxaq. Xarı bülbül gülü hansı dağlarda yetişir? Şuşa, yalnız Şuşa dağlarında, yəni xüsusən Qarabağ ərazisində yetişir. Xarı bülbül gülünün hansı simvolik mənası var? Xarı bülbül, belə deyək də, həyatın gözəlliyi burada olmayacaq, həqiqi dostluq olmaz, inan və ümid olmaz, torpağa bağlılıq isə ola bilər. Xarı bülbül gülünün çiçəklərin açılma prosesi hansı xüsusiyyətə malikdir? Onlar tamamilə açılmır, gündə bir çiçək açılır. Bəli, biz bu haqda oxumuşduq. Yalnız gecə açılması, sıx açılması da uyğun olmayacaq. 7-ci suala baxaq. Mətndə hansı suala cavab tapmaq mümkündür? Xarı bülbülə bu adı nə üçün verilib? Xarı bülbülün adına hansı mahnı bəstələnmişdir? Xarı bülbülün digər adı hansıdır? Cavab tapmaq mümkündür. Xarı bülbülün kök sistemi hansı bitkiyə bənzəyir? Deməli, kök sistemi kartofa bənzəyir. Xarı bülbülün digər adı da orada var idi və ona nə üçün? Xarı bülbülə bənzədiyi üçün belə bir ad veriblər. Burada əslində sualda yanlışlıq var. Mümkün deyil olmalıydı. Deyil. Bu da B variantı olacaqdı. Bu suala cavab tapmaq mümkün olmayacaqdı.
Aha, dəmir yumruq simvolu hansı tarixi hadisəni təsvir edir? 2020-ci il Qarabağ müharibəsini təsvir etmiş olur. Dəmir yumruq ifadəsinə uyğun şüar hansıdır? Güc birlikdədir, ola bilər. Sülh istəyirik, bütün dünya bizimlədir. İlk olaraq xalqımız. A variantı doğru cavab olmuş olacaq. Baxaq 10-cu suala. Mətnə əsasən yanlış fikirləri deyir ki, müəyyən edin. Xarı bülbül gülü bütün dünyada yayılmışdır. Xeyr. Deməli, biri götürürük. Xarı bülbül gülünün təsvirinə Azərbaycan xalçalarında rast gəlinir. Doğru fikir. 2 olan variantları silməliyik. Zaten C variantı qalır. 3-ə baxaq. Xarı bülbül gülü Şuşa dağlarında, xüsusilə Şuşada bitir. Doğru fikirdir. Bir də xarı bülbül gülü yalnız bəzək üçün istifadə edir. Xeyr. Xarı bülbül həm bir simvolik bir güldür, həm də təbabətdə istifadə olunur. 11-ci sualda deyir ki, mətndə çərçivə içərisində verilmiş söz hansı sözlə əvəz etmək olar? Orada simvol sözü idi. Onu da rəmzlə əvəz eləmək olar. 12-ci suala baxırıq. Aşağıda hansı sözün izahı verilib? Cəsarət, mərhəmət və iradə sözləri verilib. Bu da əzm sözü ilə uyğun olaraq götürülə bilər. 13-cü suala baxaq. Mətnin 6-cı abzasında əsaslanaraq təbabət sözünün mənasını müəyyənləşdirin. Bu tip mənasını ifadə etmiş olacaq təbabətdə, tipdə. 14. Mətndə hansı məlumatı əldə etmək mümkün deyil? Dəmir yumruq abidəsinin qoyulduğu tarix var. Xarı bülbülcünün yetişdiyi ərazi var. Xarı bülbülcünün hansı xəstəlik müalicə etdiyi yoxdur. Sadəcə deyir ki, xəstəliklərin müalicəsində istifadə olunur. Dəmir yumruq ifadəsini kim tərəfindən istifadə edildiyi bu da var. Cavabımız olacaq D variantı. 15-ci suala baxaq. Xarı bülbülcünün xüsusiyyətləri ilə bağlı hansı məlumat doğrudur? Xarı bülbülcünü yalnız yaz aylarında çiçəkləyir deyir. Bu yanlışdır, çünki bu barədə məlumat yoxdur. Bu gül Qarabağ və digər bölgələrdə yayılmışdır. Xeyr, təkcə Qarabağda yayılıb. Xarı bülbül gülü öz adını bülbülə bənzədiyinə görə alıb. Doğru fikirdir. Gülün tərkibi zəhərlidir. Xeyr, zəhərli deyil. Cavabımız olacaq C variantı. Növbəti mətnə baxaq. Növbəti mətn xəsis qazı mətnidir. 16-cı və 30-cu suallar bu mətnlə bağlıdır. Gəlin mətni sizinlə bir dəfə oxuyaq. Daha sonra isə digər məsələlərə baxarıq. Aha. Bir kənddə kasıb bir adam yaşayırdı deyir. Bir dəfə o 2 bardaq qızıl tapır və onu gizlətmək qərarına gəlir. Lakin müvafiq yer tapa bilmir. Onda o qazının yada salır və fikirləşir. Hamı həm məsləhət üçün, həm də mübahisəli məsələlərin həlli üçün qazının yanına gedir. Mən də qızılı aparıb verim ona. Qoy, saxlasın. O bir bardaq qızılla qazının yanına gəlir və onun masasını üstünə qoyur. Qazı deyir, rəfə qoy. Kasıb bardaqları rəfə qoyub evinə yollanır. 2-3 aydan sonra kasıb qızılları geri götürmək üçün qazının yanına gəlir. Bardaq qoyduğun yerdədir deyə qazı bildirir. Kasıb bardağı götürüb evə gəlir. Qapağını qaldıranda orada qızıl əvəzinə bal görür. Kasıbın qonşuluğunda bir müəllim yaşayırdı. O kasıbı pərişan görüb onda nə baş verdiyini soruşur. Mənim 2 bardaq qızılım var idi. Saxlamaq üçün qazıya vermişdim. İndi onu geri alanda gördüm ki, qızıl bala çevrilib deyə kasıb cavab verir. Qazın 2 oğluna dərs deyən müəllim deyir, meşədən 2 ayı balası gətir, qalanı mənlikdir. Kasıb meşəyə gedib orada 2 ayı balası tutub gətirir. Onları müəllimə verir. Müəllim qazının əynindəki çuxadan geyinir və gündə 3 dəfə ayı balalarının ətəyində onlara yem verir. Ətəyində onlara yem verir. Aha. Bir müddət sonra ayı balaları çuxanın ətəyində yeməyə öyrəşir. Müəllim qazının oğlanlarını bir neçə günlük öz evində saxlayır. Uşaqlarını xəbər almaq üçün qazı müəllimin yanına gəlir. Hanı mənim uşaqlarım? Onlar ayı balalarına çevriliblər deyə müəllim cavab verir. Sən nə danışırsan? Məcər uşaqlar ayı balalarına çevrilə bilər deyə qazı heyrətlə soruşur. Müəllim deyir, inanmırsan? Sən burada otur, mən də ayı balalarını buraxım. Əgər onlar sənə tərəf gəlib çuxanın ətəyindən tutsalar, deməli sənin uşaqlarındır. Yox, əgər bunu etməsələr, deməli sənin iş deyirlər. Qazı və onun yaxın adamları müəllimin otağında otururlar. Bu vaxt müəllim ayı balalarını buraxır. Onlar dərhal qazının yanına qaçıb onun çuxasının ətəyindən dartmağa başlayırlar. Adamlar qazıya deyirlər, müəllim haqlıdır. Sənin uşaqların ayı balalarına çevrilib. Qazı hirslənib onları otaqdan qovur və müəllimə deyir. Müəllim dediklərin həqiqətdir, lakin mənə de görüm uşaqlar ayı balalarına necə çevrilə bilər? Onda müəllim cavab verir. Ay qazı, bəs bardaqdakı qızıllar bala necə çevrilə bilər?
Gəl məndən qızılları götür, ancaq balalarımı özümə qaytar deyən qazı ona yalvarır. Müəllim qazıdan 2 bardaq qızıl alır, birini kasıba verir, o bir bardağı isə özü götürür və qazının uşaqlarını evə buraxır. Baxın belə. Oxuyaq 16-cı sualı. 16-cı sualda deyir ki, kasıb adam qızıllarını kimə vermək qərarına gəlir? Qazıya. Kasıb adam qızılları gizlətmək üçün nə edir? Qazının yanına gedir. Digərləri yanlış olacaq. 18-ci sual, kasıb adam meşəyə nə üçün gedir? 2 ayı balası tutmaq üçün gedir. Qazı ayı balalarının yanına gələndə nə baş verir? Ayı balaları ona tərəf qaçır, ayı balaları ondan qorxur, ayı balaları onu tanımır, ayı balaları onunla danışır. Xeyr, ayı balaları ona tərəf qaçır. 20-ci sual, müəllim ayı balalarını buraxdıqda qazı hansı hissləri keçirir? Yəqin ki, sevinç hissi keçirdər ki, öz övladlarına qovuşur. 20-ci sualda. Aha. Hansı hissləri keçirir? Bir dənə bu suala baxaq. Aha. Sevinç hissi keçirdə bilər, bir də əsəb hissi keçirdə bilər. Yəni, bu barədə mətndə məlumat yoxdur. Amma bu iki variant düz ola bilər. 21-ci sual. Kasıb adam qızılları geri götürəndə gördü ki, orada qızıl əvəzinə bal var. Bu vəziyyət ona necə təsir etdi və bununla bağlı ona kim kömək etdi? Deməli, o təəccübləndi və müəllim ona kömək etdi. Cavab B variantı olmuş olacaq. 22. Hansı epizod kasıbın məqsədinə nail olduğunu göstərir? Aha, Ada deyir ki, kasıb qızılın yanına gedək, qızılları ona qaytarmasını istəyir. Kasıb müəllimdən ayı balalarını tutub gətirməsini xahiş edir. Müəllim ayı balalarını qazının yanına buraxır və onların davranışlarına baxır. Kasıb müəllim qızılları qaytarmaq üçün, kasıb müəllimə qızıllarını qaytarmaq üçün yalvarır. 22-ci sualda cavab C variantı olacaq. Burada davranışlarına baxır, artıq o baxanda bilir ki, öz istəyinə nail olub. 23. Mətndə tünd qara hərflə verilmiş söz hansı ifadə ilə əvəz etmək olar? Bir dənə tünd qara hərflə verilən o sözə baxaq. Heyrətlə soruşur. Görək burada hansı ifadə doğru olmuş olacaq. Təəccüblə əlbəttə ki, olar. 24. Müəllim kasıbın dərdini eşitdikdən sonra ona necə bir təklif etdi və bu təklifin məqsədi nə idi? 2 ayı balası gətirməyi təklif etdi. Təklif etdi ki, kasıb uşaqlarını yenidən tapmaq mümkün olsun. Xeyr, 2 ayı balasını gətirmək təklif edir, kasıbın balalarını daha yaxşı tərbiyə edə bilsin. Xeyr, 2 ayı balası gətirmək təklif edir, kasıbın dərdini unutdura bilsin. 2 ayı balası gətirmək təklif edir, kasıbın qızıllarını geri ala bilsin. Burada D variantı olacaq. 25. Kasıb adam ayı balalarını müəllimə verdikdən sonra müəllim ayı balalarını necə tərbiyə etdi və bu tərbiyə prosesinin necə təsir oldu? Müəllim ayı balalarını yem verdi, onlar insan davranışını öyrənməyə başladılar. Müəllim ayı balalarını kitab oxudu. Xeyr, müəllim ayı balalarını qida vermədi. Xeyr, müəllim ayı balalarını yalnız onu oyun oynamağı öyrətdi. Xeyr. A variantı olar. Burada insan davranışları demək, daha dəqiq desək, onlar ətəyində yemək yeyirdilər, bal yeyirdilər və belə deyək də, onların artıq yaddaşına yazılmışdı. 25-ci sualda cavab A variantı olar, uşaqlar. Aha. 26. Müəllim ayı balalarının qazının yanına buraxdı, çünki qazı uşaqlarını ayı balalarının çevriliyinə inandırmaq istəyirdi. Elə 26-cı sualda da A olacaq. Qazı ayı balaları ilə qorxutmaq istəyirdi, ayı balalarını çox sevirdi, ayı balalarını görmək istəyirdi. Xeyr. 27-ci suala baxaq. Kasıbın qızılın əvəzinə bal gördükdə keçirdiyi hissi necə adlandırmaq olar? Bəli, yəqin ki, kədər hissi keçirdər. D variantı. Hadisələrdən biri mətndə öz əksini tapmayıb deyir. Kasıb qazının yanına getməsi var. Kasıbın qazıya qızıl verməsi var. Müəllimin həqiqətən qazının uşaqlarını ayı balasına çevirməsi yoxdur. Həqiqətən bu yoxdur. Kasıb müəllimdən kömək istəməsi var. 29-cu suala baxaq. Deyir, mətnin məzmununa əsasən ardıcıllığı müəyyən edin. Məzmununa əsasən ardıcıllığı müəyyən etməyi bizdən soruşur. Baxaq. Deməli, kasıb adamın qızıllarını geri almaq üçün qazının yanına getməsi, kasıb adamın ayı balalarını tutub müəllim üçün aparması, kasıb adamın ilk bardaq qızıl tapması, ayı balalarının qazının yanına qaçması, kasıb adamın qızıllarını qazıya verməsi, kasıb adamın qapağı açanda qızılların bala çevrildiyini görməsi, müəllimin kasıba
qızılını qaytarması. Deməli, birinci 3 olacaq. Birinci 3 olacaq 1. Daha sonra 5 olacaq 2. Sonra 1 olacaq. Da 1 olacaq. Bu 3 olar. Sonra 6 gələcək. 4. Sonra 2 gələcək. 5. Sonra 4 gələcək. 6. Sonra da ən axırında da 7. Deməli, necə olacaq? 3, 5, 1, 6, 2, 4, 7. B variantı. 30-a baxaq. Mətnlə bağlı yanlış fikirlər deyir. Hansıdır? Kasıb adam qızılları qazının yanında qoydu ki, onlar bala çevrilsin. Elə bu variant yanlışdır və bizim axtardığımız cavab da bu olacaq. Baxın belə uşaqlar. Ümid edirəm ki, video izahımız sizə yararlı oldu. Növbəti izahlarda görüşmək ümidi ilə.